Salam aziz dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 20 mart 2026 il. Bugün Ramazan bayramıdır. Ramazan bayramı münasibəti ilə bütün dostları təbrik edirəm. Allah tutduqları orucu qəbul eləsin. Hər birinizə can sağlığı arzu edirəm. Bol ruzu, bərəkət arzu edirəm aziz dostlar. Bugün yenə də ənənəvi olaraq ana arı yetişdirmək üçün, yəni ana arı üsküyləri hazırlayıram. Ana arı yuvacıqları 2026 ilin ana arılarını yetişdirmək üçün baxın bu cür təbii mumdan ana arı üsküyləri hazırlayıram. Hər ildə bunu paylaşıram. Ənənəvi olaraq qabaqcadan yenə də deyirəm ki, plastik üsküyləri görmüşəm. Mən dünən dünyaya gəlməmişəm. Plastik üsküyləri bilirəm. Mənə nə xoşdur, mənim üçün nə rahatdır, mənim üçün keyfiyyət önəmlidir. Keyfiyyətli ana arılar yetişdirilməsi üçün mən bundan istifadə edirəm. İndi kim plastik üsküyü çəkir, kim ondan istifadə edir, öz işidir. Hər kəsə Allah xeyir versin. Mənim heç kimin məsləhətinə ehtiyacım yoxdur. Özüm nəyi məsləhət bilirəmsə, nəyi doğru, düzgün bilirəmsə, bax mən o cür edirəm. Təbii mum, təmizlənmiş, günəş aparatında əridilmiş təbii mum bir balaca özümə əziyyət verib, baxın. İndi hər zaman bizdə Azərbaycanda ümumiyyətlə məsləhət verməyi xoşlayırıq. Yəni bu bizim mentalitetimizdə var. Kiməsə məsləhət verək və yaxud kimdənsə nəsə bir səhv axtaraq. Çünki həmişə mənə rast gəlib, baxırsan ki, evində böyülük eləyə bilmir, bir də görürsən ki, onun bunun məclisini yola verir. Kimlərəsə məsləhət verir. Odur ki, qardaş, mən saçım, saqqalım ağarıb, bilirəm. Nə eləmək lazımdır, nə eləmək lazım deyil və hər şeyin keyfiyyətlisinə üstünlük verirəm. Onsuz da o məsləhət verənlər verəcək. Amma kiməsə məsləhət verəndə və yaxud kimdənsə bir səhv tutanda ən azı özün nəyisə o sahə üzrə nəyisə mütəxəssis olasan, nəyisə göstərəsən, kimlərəsə çəkiliş edəsən, göstərəsən ki, bax, ey cəmaət, ey yeni başlayan arıçı, ey gənc arıçılar, bax bunu bu cür elə. Amma kimlərəsə məsləhət verməklə özünü güya ki, dırnaq arası professor hesab edənlərə deyirəm, mənim bildiyim məndən sonrakılara da bəs eləyər. Biri vəfat edib, gedirsən dəfnə, qəbiristə, bir də baxırsan ki, lapatkanı biri deyir, belə tutma, belə tut.
o birisi deyir lapatkanı yerə qoy. Biri deyir ki, nə bilim, palçığı bu cür tökmə, bu cür tök. İndi hərə bizdə o məsləhət verənlər çoxdur da, bizim qanımızda var. Odur ki, bax, bir neçə saniyəyə, baxın neçə ədəd mən yuvacıq düzəldirəm. Hər il bunu paylaşıram, göstərirəm. Kim bacarır, eləyir. Kim bacarmır, mənə zəng vurur, soruşur, mən məsləhət verirəm. Amma beləsə kiməsə deyim ki, sən get plastik üsküyü al, o daha yaxşıdır, yox. Mən bunu eləyə bilmirəm. Çünki mən bunu illərdir hazırlayıram, ana-arı yetişdirirəm. Bundan nəticə görürəm, başqa bir şey yenilik axtarmıram. Çünki bu mənə bəs eləyir, məni qane eləyir. Odur ki, dostlar, hava soyuqdur. Biz bugünkü işimiz, baxın, bu üsküylərin hazırlanmasıdır. Bir daha bayramınız mübarək olsun. Allah tuttuğunuz orucu qəbul eləsin. Hər birinə bol ruzu, bərəkət arzu edirəm. Sağ olun, özünüzü qoruyun.